təkcə Arif Buzoğnalı deyəndə bütün Türk aləminə, bütün Azərbaycanı demək olar təmsil edirdi. Xaricdə bütün ölkələrdə, konferanslarda, şeir məclislərində, iclaslarda, istəyir Türkiyə olsun, istəyir İraq olsun, istəyir İran olsun, bütün demək Almaniyada olsun, Moskva, nə bilim, sayaram yadımdan çıxır bəzi yerləri. Demək olar ki, hər yerdə onun öz xətti, öz dəsti xətti var idi. Arif gəncləri qabağa çəkən idi. Dərs keçirdi. Həftədə bir dəfə bu zonada Xəzər bölməsi var. İndi də uşaqlar burada var. Cavanları yığırdı. Onlara şeir, əruz öyrədirdi. Ərəbcə Allah onda Arifdə vergi idi bu. İlahi bir istedadı idi. Əruzun ustadı idi. Ədəbiyyatın nəzəriyyəsini güclü bilirdi. Qeyri-adi bir təbə malik idi Arif. Şeirin elə bir növü yox idi ki, Arif bu növdə yaza bilməsin. Şeirin bütün növləri, əruzdan əlavə hecadı, hansı növüdüsün basarırdı. O bir ilahi zatında, fitrətində ilahi bir vergi var idi.